Payız yalnız təbiətin rəng dəyişdirdiyi mövsüm deyil, həm də dəbin ən maraqlı dönəmidir. Soyuq küləklər və saralmış yarpaqlar şəhərin küçələrini bəzəyərkən, geyimlərdə də isti tonlar ön plana çıxır. Bu ilin payız dəbində qəhvəyi tonlar, tünd çəhrayı, sarı və narıncı rəngin tünd çalarları ön plandadır. Dizayner Fəridə Elşadın sözlərinə görə, qəhvəyi rəngin mavi, yaşıl, qırmızı və ağın müxtəlif çalarları ilə uyğunlaşdırılması xüsusilə trend sayılır. Pijama üslubuna aid olan geyimlərə daha çox üstünlük verilir. Üst geyimlərə keçərkən isə baza geyimlərinə aid olan trenç, açıq qəhvəyi olan rənglərdə bu ildə aktuallığını qoruyur. Oversize paltolar neçə il artıq dəbdəyidir. Bu sezon isə kəmərli paltolar, hansı ki daha çox bel nahiyəsinə diqqətini cəlb edə biləcək bir formada üstünlüyünü qoruyur. Bir neçə sezon təbii ki aktual olan xəz dərilər artıq xəzləri istifadə edirlər üst geyimlərində, paltolarda və göydəkçələrdə də qarşılaşa bilərsiniz. Fəridə Elşad deyir ki, bu mövsüm dəb dünyası əsasən 90-cı illərin estetik tərzinə qayıdıb. Buna əsasən parçalarda daha çox damalı parçalar istifadə olunur. Hər bir ölçüdə. Böyük ölçülü damalı parçalar və kiçik ölçülü damalı parçalar. İlan dərili parçalar çox aktualdır bu sezon. Payetli parçalara da bu sezon üstünlük verilir. Təbii ki, cins artıq bir baza seçilir, sayılır, öz rahatlığına görə və casual geyimlərinə aiddir. Denimdə oversize geyimlərə daha çox üstünlük verilsə də, bu sezonlarda artıq daha bədənə oturan denim, şalvarlar və üst geyimləri də istifadə edə bilərsiniz. Müsahibimiz qeyd edir ki, bu mövsüm ziyafət geyimlərində parıltılı materiallar, metalik çalarlar və bədən quruluşunu ön plana çıxaran korsetli modellər ön plandadır. Aksesuarlarda iri ölçülü çantalar və xüsusilə vedrə formasında olan dizaynlar diqqət çəkir. Kişi dəbində isə rahatlıqla yanaşı fərqli kəsimlər də dəbə düşüb, balon formalı cinslər və jaketlər trenddir. İlhamə Kələyeva, Vüsal Hüseynov, Xəbər Ertəsi.